Hamıya salamlar, 190 həvəskarlarını salamlayıram burada. Yayın istisidir, demək olar istilər başlayıb və bu tipli avtomobillər daha tez qızmağa başlayır. Çünki mexaniki mufta ilə işləyir. Elektromufta deyirlər ona. Demək orada daçıq muftanı birləşdirir və başlayır soyutma sistemi getməyə. Soyutma sistemi. O da avtomobil tıxaclarda dayananda gücü satmır soyutmağa. Gərək qaz verəsən ki, su sistemində dövr eləsin, ventilator, radiatoru soyutsun, sonra motoru soyutsun və beləliklə temperatur getdikcə başlayır qalxmağa. Kondisioneri olan Mercedeslərdə bu vəbşə daha tez başlayır, bu sürətli baş verir. Çünki kondisioner sistemə 2 qat yük saldığı üçün soyutmağı çatdırmır və temperatur qalxır 100-dən yuxarı qaynatmağa başlayır. Bu tipli 102 motorlarda, 111 W124 kırzalarda belə hallar baş verir. Çünki onlar W124'də gidramuftadır ventilator, bunda elektromuftadır. Zavodskoy daçkı burada olduğu üçün 102 motorların bu açı və ventilator başlayır işləməyə. İndi mən bura əlavə elədim BMW-nin daçkını, 91 temperaturda açan daçkdır bu. Və burada əlavə elədim Mercedes-in elektro ventilatorunu. Şkifi buradan kəsmişəm, xırda, haradasa 1 santim belə kəsdim və bunu buraya yerləşdirdim, bağladım, kabellərini çəkdim. Kabelləri çox güclü olmalıdır, çünki bu haradasa 50 amperə yaxın tok aparır. O birləşmələri də buradadır. Biraz motorxananın çəkildi, təmizləyəcəm yaxın bir vaxtda. Beləncə, bax bunu quraşdırandan sonra avtomobildə 5 at gücü çoxaldı. Getməyi yüngülləşib, qızmaqdan söhbət gedə bilməz, kondisioneri də qoşuram, qızmaq söhbəti yoxdur. Maşın özünü bir sözdən çox rahat hiss edir. Yəni, məsləhət görərəm bu sistemi, yəni ustanovka eləməyə maşının üstünə.